Watch, look, yoxsa see. Bu üç söz çox oxşardır, ancaq fərqli mənalarda istifadə olunur. Look, baxmaq deməkdir. Yəni, diqqətinizi yönəldirsiniz. Məsələn, look at me, look at the board. Watch, izləməkdir. Daha uzun və diqqətli baxmaq. Məsələn, watch TV, watch a movie, watch football. Aktual olan bir mövzu. Və son olaraq, see, görməkdir. Siz xüsusi bir səy göstərmirsiniz görmək üçün. Məsələn, I can see a bird. Unutmuruq. I am seeing TV, səhvdir. I am watching TV. Və mütləq şəkildə yadda saxla. Look, baxmaq, watch, izləmək, see, görməkdir. Və bu kimi daha çox sözlərin mənasını və fərqini öyrənmək istəyirsənsə, bizim ödənişsiz test dərsimiz var. Bizə mesaj yaz, ödənişsiz test dərsdə dil səviyyəni test et və mütləq şəkildə dərslərə yazıl.